Salam, hər vaxtınız xeyir olsun. Axır ki qorxulan oldu. Ayətullah Əli Sistani, yəni İraq üçün Ayətullah olan Əli Sistani cihad elan edib. Bütün yəni Şiə əqidəsində olan insanlar üçün, yəni müsəlmanlıq üçün cihad elan edib. Çox pis bir vəziyyətdir. Baxın, Azərbaycanda nə qədər 10 minlərlə işsiz gənclər var. Bu cihad oyunlarına salacaqlar. Valideynlər diqqətli olmalıdır. Yazıqdır bizim cavanlar. Azərbaycanda da Şiə əqidəsində namaz qılanlar çoxdur. Bu cihad oyunlarına düşmək olmaz. Elə cihad idisə, Qarabağ işğalında olanda, Xristiyan işğalında olanda elə bizim üçün cihad olunardı. Gəlib döyüşərdilər. Bizim işsiz gənclərdən istifadə eləyəcəklər. İstifadə eləyəcəklər və bu cihad oyunlarına salacaqlar. İran çox yaxşı, yəni dini siyasət kimi istifadə eləyə bilir. Yəni dövlət maraqlarını din kimi göstərə bilir. Bunu yaxşı bacarır. Bir siyasətə çevirib, əslində din kimi göstərir, siyasət eləyir öz dövlət maraqları üçün. Məsəl üçün, mən İsraili heç vaxt dəstəkləməmişəm, nə də İranı. Hər kəsin dövlət maraqları var. Yəni bizə İran, İsrail... Hər vaxtınız xeyir olsun. Axır ki qorxulan oldu. Ayətullah Əli Sistani, yəni İraq üçün Ayətullah olan Əli Sistani cihad elan edib. Bütün yəni Şiə əqidəsində olan insanlar üçün, yəni müsəlmanlıq üçün cihad elan edib. Çox pis bir vəziyyətdir. Baxın, Azərbaycanda nə qədər 10 minlərlə işsiz gənclər var. Bu cihad oyunlarına salacaqlar. Valideynlər diqqətli olmalıdır. Yazıqdır bizim cavanlar. Azərbaycanda da Şiə əqidəsində namaz qılanlar çoxdur. Bu cihad oyunlarına düşmək olmaz. Elə cihad idisə, Qarabağ işğalında olanda, Xristiyan işğalında olanda elə bizim üçün cihad olunardı. Gəlib döyüşərdilər. Bizim işsiz gənclərdən istifadə eləyəcəklər. İstifadə eləyəcəklər və bu cihad oyunlarına salacaqlar. İran çox yaxşı, yəni dini siyasət kimi istifadə eləyə bilir. Yəni dövlət maraqlarını din kimi göstərə bilir. Bunu yaxşı bacarır. Bir siyasətə çevirib, əslində din kimi göstərir, siyasət eləyir öz dövlət maraqları üçün. Məsəl üçün, mən İsraili heç vaxt dəstəkləməmişəm, nə də İranı. Hər kəsin dövlət maraqları var. Yəni bizə